Hər bir insanın həyatında pis gün də, yaxşı gün də olur. Bu ilin oktyabrın 24-ü həyatımızdakı pis günlərin ən pisi oldu. Qürbətdə yaşadığım şəhərdə sübh yuxudan durub səmaya baxdım. Göy üzünü bulud bürümüşdü. Nə yağış yağırdı, nə də bulud sürünüb göy üzünü azad edirdi. Bilmirəm nədən ürəyimə dammışdı ki, kədərli bir xəbər eşidəcəyəm. Bəlkə də təbiətdəki kədərli səhnə ürəyimdəki işığı üstələdi. Bəlkə də elə bu səbəbdəndir ki, təbiəti sevdiyim üçün onun halı halıma siyarət etdi. Səbəbini aydınlaşdırmadan həmişəki kimi bilgisayarı yandırıb xəbərləri izləməyə başladım. Qulam Mirzə Əmaninin öldürülməsi xəbərini oxuyanda dünyam qaraldı. Dərdin böyüklüyündən mat qalıb bir anlıq heç nə dərk edə bilmədim. Sonra özümə gəlib bilgisayarın arxasından durub başqa bir otağa keçib qapını arxamca bağladım. İstəmirdim kimsə mənim göz yaşımı görsün. Tut ağacı boyunca, tut yemədim doyunca, tut ağacı boyunca, tut yemədim doyunca, azadlıq gözəl şeydir, ax yar, dadanmadım doyunca. Azadlıq gözəl şeydir, ax yar, dadanmadım doyunca. Mənim balam kimə neynər, körpə balam kimə neynər, mənim balam kimə neynər, quzu balam kimə neynər. Əzizinə mərdanə, sözüm dedim mərdanə, əzizinə mərdanə, sözüm dedim mərdanə, qorxaq oğul deməz, ax yar, igid ata mərdanə. Qorxağa oğul deməz, ax yar, igid ata mərdanə. Mənim balam kimə neynər, körpə balam kimə neynər, mənim balam kimə neynər, quzu balam kimə neynər. Özümdən soruşuram, nə üçün qəddar düşmən Qulam Mirzə Əmanini öldürdü? Nə üçün? Cavab aydındır. Düşmən istəyir ürəyimizdəki qurtuluş ümidini qorxu ilə, zorla, işgəncə ilə öldürsün. Amma bunu bilmir ki, Əmanilərin ölümü bu ümidin kökünü qanla suvarır. O bilmir ki, suvarılmış ümidlər bir gün elin üsyanına çevriləcək. Elə həmin o gün Əmani milyonlarla Azərbaycanlının ağzı ilə azadlığı hayqıracaq. Mən bir anayam, qürbətdə yaşayıram. Əgər bir gün döyüş məqamı gələrsə, onda mən də meydana hazır olub düşməndən yara almış əskərin yarasına məlhəm qoyaram. Mən Tomrisin sülaləsindənəm. Əgər lazım gəlsə, öz ulum tək düşmənə hücum edərəm. Lakin indi qürbətdəyəm. Əlim çatmır o yatan torpağa sığal çəkəm, layla deyəm. Uzaqdan uzağa oxşayıram xatirəsini bir balaca laylamla. Deyirdin baharda gələcəyəm mən, bahar gəldi keçdi, sən gəlməz oldun. Deyirdin baharda gələcəyəm mən, bahar gəldi keçdi, sən gəlməz oldun. Daşlara mı dəydi sındı əhdimiz, aylar illər keçdi, sən gəlməz oldun, sən gəlməz oldun, sən gəlməz oldun, sən gəlməz oldun. Yarım gözlərim yolda gözləyirəm mən, sən gəlməz oldun. Yox, sən getmədin, sən qalmısan bu günümüzdə. Sən getmədin, varlığınla iz atmısan nəsillərin sabahına. Sən dedin ki, əbədi yaşayır vətən yolunda ölənlər. Vətənimin taleyinə ad yazmısan qanınla.